Əvvəlcə xüsusi geyimlə təmin edilib, texniki təhlükəsizlik qaydaları ilə tanış oldu. Bu kəhriz Ağdam rayonunun Əhmədağalı kəndi ərazisində yerləşən şəmsi kəhrizidir. Uzunluğu 650 metrdir. Baxın, bu şəkildə əvvəlki dövrlərdə təbii süxurdan əhatələnsə də, son dövrlər dairəvi halqalarla bərkitmə işləri aparılır. Amma 650 metrə qədər biz rahat bir şəkildə irəliləyə bilirik. İlk baxışdan çətin görünsə də, bir neçə metr irəlilədikdən sonra rahat hərəkət edəcəyimiz sonu görünməyən uzun tuneli və dibi ilə dağlardan axıb gələn şəffaf suyu görüb, hədsiz dəyərli mirasa, indiyə qədər olan ögey münasibətin təəssüf hissini yaşayırdıq. Araşdırmalar nəticəsində məlum olur ki, bu kəhrizin 250 ilə qədər yaşı var. Yəni, ən maraqlısı da ondan ibarətdir ki, 250 il bundan əvvəl əl əməyi ilə yüzlərlə metr, bax, bu bərk süxurları yararaq içərilərə doğru ekoloji təmiz su əldə eləmək üçün insanlar böyük zəhmət çəkiblər. Hal-hazırda qeyd edeyim ki, iş prosesi davam edir. Yəni, bu kəhrizlərin bərpası işi davam edir. Layihə mühəndisi Rəvan Mehdiyevlə birlikdə kəhrizlə bağlı ətraflı söhbət edəcəyik.